Velosiped yolunu gördüm, yadıma düşdü. Deməli, bir dənə video baxdım Instagramda. Türkiyədə yaşayan bir dənə Almaniyada yaşayan bir turistə şikayət eləyir ki, bəs şeydir, 3-cü dəfə deyir avtomobil şeyindən imtahandan kəsildim də. Deyir, oxşum ağlayır ki, bəs niyə belə oldu, filan fəs məkan. Mən 7 ildir Türkiyədə maşın sürürəm. Bir dənə şeydən cəzam yoxdur, filan fəs məkan. Şey dərs yanır ki, bəs hamısını keçdim də, bəs bu qədər pul verdim, vaxt, stres. Və niyə belə olur da? Yadıma düşdü ki, radyoda eşitmişdim ki, artıq bir həftə olar. Deməli, 66 min adam İrlandiyada şey gözləyir. İmtahan vermək üçün gözləyir ki, bəs imtahan verəcəm hələ. Yəni keçəcək, keçməyəcək, hadi vaprosdur. 60 mində əminəm ki, 60 mini 5-ci dəfədə girir. Bu velosiped yollarının olmağın səbəbi də şey deyil də, yəni Avropa, ora falan zırt-pırt deyil. Yəni insanlar həqiqətən də bu cür şeylərdən bezib də. Qardaş, ən belə yaxşı halda, hər şey bomba kimi getsə, belə deyək də, hər şey yağ kimi getsə, sənin bu prava almağın 1 il çəkir. 1 il. Hər şey amma şey getsin də, belə çotqada, yəni dalbadalda. Və 2000 evro minimum xərcin çıxacaq, 2000 evro. Hər şey hardan başlayır, nə bilim, 10 evro bir şey eləyib, əp eləməlisən, əp yükləməlisən, nə bilim, 10 evro verib kitab almaqsan, nə bilim, bu falan fəsməkan. 10 evrodan başlayır. İmtahanı hazırlar, imtahan verir, həkimə get, zırt-pırt. Hamısındakı şeydir, belə deyə, vaxt aparır, əsəb stres. Ona görə də qardaş, heç kim bu şeyə xərcə girmir. Kəsibdin təzdən, gözlə, nə bilim, hazırlaş, sonra nə bilim, vaxt tap ki, o müəllimin vaxtı nə vaxt olacaq, səni gezdiyə buraxacaqlar, buraxmayacaqlar, maşın tap, nə bilim, hər dəfə bir 200 evro çıxacaq da şimdi bu gezdiyə belə deyək. Minimum, nə bilim, 8 dəfə gezdə verməlisən. Hoşum, brat. Ona görə bu cəmaat bu velosipedi öz belə deyək də, şeyinə istəmir, sən denən. Öz kefindən sürmür bu velosipedi və yaxud da piyada, nə bilim, sən denən, ictimai nəqliyyat fırt-fırt. Hamısı bu səbəblərdən. Yəni, heyif deyil, Amerikada üçün, Azərbaycanda 500 evro versən, yarım saatı səhət bravo verirlər. Vəssalam, sür xodda maşını, get də özümüz. Yəni, heç soruşan yoxdur, o quruqa sağlan girirlər, yoxsa soldan. Məncə beləsin olmalı, yəni xalqa xidmət belə olmalı, yoxsa nədim cəmaat əziyyət versin. Ekologiya dedikləri odur. Ekologiyanın anasını ağladılar. Bu da şey, Avropa. Neyse, hoşum. Beləsinə, brat. Yəni bu velosiped şey deyil. Yəni xüsusi bir göstərici deyil. Yəni və əksinə, yəni hansı ki xidmətin zəif olduğunu göstərir. Sonra deyək ki, maşını aldın. Okay, maşın ucuz da deyək ki, nə bilim, 500 evro versən, istədiyin də maşını alırsan da, yəni nə bilim 1000 evro falan. Belə. Təzəsini almaq istəyirsənsə, girirsən kreditlə, çox aşağı, cüzi faizlərlə, ilkin ödənişlə təzə maşını ala bilərsən. Yəni maşını almaq, yəni heç bir problem yoxdur. Maşını almaq 10 dəqiqənin işidir. Gəlsən pulu versən, alırsan maşını. Əsas məsələ o pravadır, brat. Prava, deyək ki, prava da aldın, maşını da aldın, hər şey bomba kimi. Kilsədən çağırırlar sən. Şey vaxtıdır, ibadət vaxtıdır. Maşını aldın. Parking, bilək, 3 evro, 5 evro, 10 evro parking. O parkingdə pul çatdırmaq olar burada. Yəni elə işlədiyi qazandığı bu parkingdə verəsin. Onu keçdin. Hər yerdə şey var. Belə deyək də, qayda, qanun. Nə bilim, burada 2 saniyə gözlədin, orada 5 saniyə gözləmirsən. Yəni falan şeyi belə eləyirsən, əhvən şeyi. Cərimələr də ki, təhkim etdi o şimdi. Ən aşağısı başlayır 100 evrodan. 100 evro, 200 evro, 300 evro. Qaracı, maşın sürmək, yəni şey deyil Avropada. Belə deyək də, bir üstünlük göstəricisi deyil və yaxud da ki, nə bilim, bir lüks deyil, əziyyətdir, brat. Okay, komfort olan tərəfləri var, amma sən gərək, belə deyək də, qazancılığının ən azından deyirəm, bir 20%-in ayrısın. Dəf kimi, harasa xarab oldu. Bu el nə deməkdir? Learner deməkdir, yəni ki, bu yetim təzə başlayıb. Ya Allah, bu alıb şeyin, adı nədir hələ, provasın. Nədir? Şeydir, maşının bir yer xarab oldu, ya özün usta olmalısan, brat. Ya özün usta olmalısan, buna heç kim yoxdan bu kilsədə. Ya özün usta olmalısan, ya da ki, insaflı bir usta tapmalısan. Ola ki, şəkləyəcək dibinə kimi. Nə bilim, Kalinvalin Datik, 1000 evro bilərdi. Ondan sonra gələcəklər, təzədən bir dənə maşın al, ondan yaxşıdır. Qaracı, belənsə şeylərin başını bıraxın. Maşındır, nədir? Zırtdır, pırtdır, pravadır, imtihandır, verə bilmədiyim. Nə bilim, neynədim. Amma mən velosiped var, ya da ki, mənə kimi, hoşum, düşdü ağadaşı piyada. Buradan olsa şey, public transport ən cındır gündə olan şeydir. Hoşum, Azərbaycanın şeyi, ictimai nəqliyyatı ondan yaxşıdır. Burada cındır gündədir ictimai nəqliyyat. Hələ Dublinin mərkəzində, Dublindən söhbət gedir, paytaxtdan. Bir kənara çıxın, o vaxt şeyi, at arabası bilərdir. Yəni, buna bax, hamı velosiped bıraxdı. Yəni, niyə? Çünki prava düzülüm, maşın düzülüm, qazandığı verməlisin şeyə. Bu tərəfdə də qoyaq, bu İrlanddır, 5 dənə maşın alıb qoyum, hər verir. Geriyə hər şey bomba kimi tutur şimdi. Şeyə amma, gəlməli olduğunca fəs salamdır. Heç şeyin ödür, bırat. Buna bax, sənərdən gəzirəm. Buna bax, başını çıxardı qoyulur. Cındır, o kim neynəsin, aparat zibil yekinə də. Yəni, gətir bura qoyursun. Bəzi xəstələr var da burada. Nə bilim, ona zibili ayırır zaten. Allah atamsın bir yere geçsin, bilət. Burada başı 80 evro, 100 evro cərmə yiyəcəklər. Belə çölə qoysun da cərmə yiyəcəklər, bura tutsalar.
Gedək şimdi şirkət şey deyək də namazımızı, ibadətimizi. Yaxşı, öpürəm. Ha, Allah sizin də şey üzü, can nədir, ibadətlərinizi qəbul etsin, Murat.